Bismillahirrahmanirrahim ve bihi nesta'in. Allahu hayrun nasirin ve mu'in. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hal-hazırda biz Keşlə kəndindəyik, Keşlə qəbristanlığındayıq. Qədimən elə bir 20 il bundan qabaq mənim Keşlə möminləri ilə, ziyalıları ilə dostlarım olurdu. Bu gün də mən niyyət edim, gəlin bir neçəsini ziyarət edeyim bu möminlərdən. Biri də Profesör Vəli Həbiboğludur. Allah onu rəhmət eləsin. Cəmiyyən hamısını rəhmət eləsin. Vəli müəllimlə mənim tanışdığım belə olub. Deməli, təxminən 2000-ci il idi. 2000-ci il idi. Mənim bir kitabım çıxmışdı. Həzrət Əli və Dünya Ədəbiyyatı kitabım çıxdı. O vaxtca mən Vəli müəllimlə tanışdırdım. Heç tanımırdım da, məlumatım yoxdu. Günlərin bir günü dostlar bir dənə qəzet getirdilər mənə. Zahirən səhv eləmirəmsə ədəbiyyat qəzeti idi. Dedilər ki, sənin haqqında burada məqalə yazılıb, sənin haqqında. Şimdi qəzeti götürüb verdilər mənə. Mən də açdım, gördüm ki, mənim o Həzrət Əli Dünya Ədəbiyyatı kitabımın çap olub burada şəkili. Yanında da bir məqalə, böyük məqalə yazılıb. Kitabın haqqında öz rəylərini, müsbət fikirlərini. Necə alqışlayıb da xoşuna gəlib. Sonra oxuyandan sonra gördüm müəllif Vəli Həbiboğlu, Profesör Vəli Həbiboğlu. O vaxtca biz tanışdırdık. Ondan sonra mənim onu ilə, yəni ki, sonra görüşmüşəm onu ilə. Oradan yedisi kitabın müəllifi, çox kitablar müəllifi. Hətta Keşlə və Keşlə, Maşdağa Ensiklopediyası, Havaskulağı Başkanov kutusu. Neçəsini özü mənə göndərmədi, siz də yenə göndərmədi. Həcqanla göndərmişdi. Yəni ki, bir dəfə də oynan bu zonada gəlmişdi. Bizdə orada Havaskulağı Başkanovun deməli, babasının getirdiyi məscid var. O məscidə gəlmişlər ziyarətlə. Xeyli oldu biz. Tedbir barədə oturduq, həm söhbət oldu. Yəni o hər dəfə də mənim üçün salamlığı göndərdi. Keşləyə gəlirlər. Gördüm ki, bir dənə kitab göndərirdi. Yəni. Çox səmimi bir insan idi. Doğrudan da Allah ruhunu şad eləsin. Mən də gəlirdim, özümə borc verdim ki, gələk onun qəbrini ziyarət edəcək. Allah siz də can dostları zəhmət çəkmişsiniz. Allah hamınızı salamat eləsin. Allah ruhunu şad eləsin. Bi haqqı nəbiyyina alihi və bil Fatihə. Allahümme sallallahu aleyhi ve sellem. Bismillahirrahmanirrahim. اللهم صل على محمد وآل محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. آمين. وإلى أرواح المرحومين المغفورين المعلومين وبالفاتحة. اللهم صل على محمد. بسم الله.